Bax, bu hədis mənim təsəllimdir həmişə. İza əradəllah bi'abdin xeyrən qəzəfə fi qəlbihi hubbəl Hüseyn və hubbə ziyarəti. Deyir, Allah bir bəndəyə xeyir vermək istəyəndə ürəyində Hüseynin və Kərbəlasının məhəbbətini yerləşdirər. Mən buna ümidvaram. Mən nə qədər pis olsam, baxıram, görürəm, İmam Hüseyni istəyirəm, bəli. Ürəyim döyünür Kərbəla üçün, bəli. Bu göstəricidir. Deyir, deməli, Allah sənə xeyir vermək istəyir. Ümid var. Mənə qalsa diyor, mən öz əməlimə yox ki, mən nəyə söyləyim, ürəyim istəyir Kərbəlanı, bəli. Ürəyim lap belə döyünür Kərbəla üçün. Ürəyim İmam Hüseyni istəyir, bəli. Deyir ki, bu onu göstərir ki, Allah sənə xeyir vermək istəyir. Nə gözəl ümid var eləyən hədisdir. Nə üçündür, necədir bilmirəm. Axır mən pis adamam, bilirəm, özümə deyirəm, pis adamam. Amma ürəyimdə pak insanın məhəbbəti var. Misbahul huda və səfinətun nəca. Hidayət çırağı və nicat gəmisidir. Bizi indiyəcən dində saxlayan İmam Hüseyn qabağa da apara bilər. Dində saxlamaq lap da onun öz diqqətidir. Biz də xahiş eləyək ki, həmin o gücündən qabağa apar bizi. İnkişaf elədir. Ona gücü çatan buna da çatar. Deyir, ən sürətli yol İmam Hüseyn vasitəsilə Allaha tərəf getməkdir. Ən sürətlisi bu.